İmam-ı Safuri belə nəql edir. Ruviyə anin Nəbi sallallahu teala aleyhi və səlləm ənəhu qal. Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurur ki, və mən səmə zəlikə şəhrə kulləhu. Kim ki Rəcəb ayının bütün günlərini oruclu olaraq keçirsə, nədəhullahu teala. Allahu Teala ona belə nida edəcək. Abdi qad vəcəbə haqqukə aleyyə. Ey mənim qulum, sənin barəndə mənə haqq olmuşdur ki, fəəsəlni, məndən istə, mənə dua et. Və izzəti və cəlali, izzətim və cəlalıma and olsun ki, lə radəttu ləkə duaən, sənin mənə etmiş olduğu müraciətini, duanı mən rədd etməyəcəyəm. Və əntə cəri təhdə ərşi, ərşimin altında sən mənim mənəvi yaxınlığımda qonşusan. Və əntə həbibi min xalqi, xalqın arasında sən mənim sevgilimsən. Və əntəl kərimu aleyyə, sən mənə çox mükərrəmsən. Əbşir, şad ol, fələ hicabə beyni və beynik, səninlə mənim aramda hicab yoxdur.